Deməli dostlar, bir daha salam. Qarabağın oyununa çox az bir müddət qalıb. Vəziyyət necədir ümumiyyətlə? Hansı bir yenilik var? Bu barədə biraz danışmaq istəyirəm. Ümumiyyətlə motivasiya necədir? Əslində mən bu oyun haqqında çox ümidliyəm. Qarabağın qalib gələcəyi ilə bağlı ki, bu oyunu biz uda bilərik hal-hazırda. Bilmirəm niyə görəsə insanlar tərəfindən bu çox da belə müsbət qarşılanmır. Yəni hal-hazırda azarkeşlərdə, futbola baxan insanlarda motivasiya biraz zəifdir. Bilmirəm bu nəyə görədir. Kimdən soruşursan, kimə baxırsan, ümumiyyətlə məğlub olacağımızı düşünürlər və s. Bilmirəm vəziyyət niyə belədir. Amma mən ümidliyəm. Mənim elədiyim analizlər filan onu göstərir ki, əgər biz ehtiyatla oynasaq, əgər biz rahat oynasaq, bu oyunu biz apara bilərik. Düzdür, qarşımızda Alman klubu var, amma olsun da, yəni Frankfurt hal-hazırda, yəni o top klub deyil ki, biz onlardan çəkinək və yaxud da özlərinin top səviyyəsində deyillər də hal-hazırda. Yəni bu komandanı məğlub etmək mümkündür. Mənim oyunla bağlı fikirlərim ondan ibarətdir ki, analizlərdə də mən bunu görmüşəm ki, Frankfurt gol buraxmağa çox meylli komandadır. Hətta gəlin belə bir şeyə baxaq. Frankfurt dünən də oyun oynadı Werder Bremenlə və oyun 3-3 bitdi Frankfurtun oyunu. Ekranda yəqin ki görürsüz. 3-3 bitdi oyun. Frankfurt son 3 oyununda 9 top buraxıb. Gördüyünüz kimi Frankfurt son 3 oyununda Dortmunddan 3 top buraxıb, oyun 3-3 bitib. Stuttgartdan 3 top buraxıb, yenə oyun 3-2 Stuttgartın xeyrinə bitib və dünən yenə Werder Bremenlə 3 gol buraxdı, oyun 3-3 bitdi. Bu mən oyuna canlı da baxırdım. Bu onu göstərir ki, yəni bunlar hamısı real statistikalardır. Frankfurtun qapısına gol vurmaq çox da çətin deyil. Yəni asanlıqla komanda müdafiə oluna bilmir rahatlıqla. İstənilən vaxt rəqib Eintrachtın qapısına yol tapa bilir. Bu faktı bu göstəricidir. Amma bir məsələ də var. Frankfurt özü də gol vurmağı xoşlayan və bacaran komandadır. Maraqlıdır. Statistikaya baxın. Almaniya Bundesliqasında 18 tur geridə qalıb və bu 18 tur ərzində Frankfurt 39 gol buraxıb. 18 oyun 39 top buraxıb. Yəni bu bir oyunda 2 qoldan da çox deməkdir. Outsiderlərə baxsaz, Augsburg 33 gol buraxıb, Heidenheim 38 gol buraxıb, St. Paulo 29 gol buraxıb. Bu deməkdir ki, Eintracht Frankfurt Almaniya Bundesliqasının ən çox gol buraxan komandasıdır. Yəni belə bir komandaya Qarabağ niyə gol vura bilməsin ki? Qarabağ gol və ya qollar niyə vura bilməsin? Mənim fikrimcə ən azı Qarabağın bu oyununda 2-3 qolu var. Rahatlıqla mən bunu deyə bilərəm. Amma ki bir məsələ də var. Gəlin indi Frankfurtun vurduğu qollara baxaq. Hal-hazırda Almaniya Bundesliqasında ən çox qol vuran 66 qolla Bavariyadır. Və ondan sonra ikinci pilləyə baxırıq Frankfurtda. Frankfurt 38 qol vurub. 38 qol vurub və 39 qol buraxıb. Yəni bu komandanın artıq oyun tərzi bunu göstərir ki, komanda vuran və buraxan komandadır. Qarabağda bu necə ola bilər? Qarabağda da əslində biz bunun şahidi oluruq. Komanda oyunlarına baxsaq Qarabağın Çempionlar Liqasında Qarabağ həm qol vurmağı bacarır, amma təəssüf ki, hesabı da bəzən qoruya bilmir, bu baş verir. Ona görə də bu oyundan maksimum qollar gözləmək olar. Hər iki komandanın itirəcəyi heç bir şey yoxdur. Çünki Frankfurta xal və ya xal yox. Frankfurta xallar lazımdır. Frankfurt heç sərf eləmir. Düzdür, Qarabağa da sərf eləmir. Amma riyazi olaraq Frankfurta ümumiyyətlə sərf eləmir. Frankfurt heç eləcəyi təqdirdə ümumiyyətlə çempionatdan bir dəfəlik vidalaşır. Ona görə də Frankfurt mütləq bu oyuna qələbə üçün gələcək və eləcə də Qarabağ. Qarabağ bu oyun üçün mütləq qələbə üçün çıxacaq. Yəni bu oyun onu göstərəcək ki, iki komanda, hansı komanda daha səbirlə, daha az səhv etsə, o komanda da qalib gələcək. Ona görə də həyəcanlanmaq lazım deyil. Oyunun tempinə uyğun, oyun gedişatına uyğun oynamaq lazımdır. Belə göz ardı ediləsi də rəqib deyil də. Yəni bir çox belə əslində bu da bir təhlükədir, özü təhlükəli bir rəqibdir də. Yəni nə o tərəfli idi, nə bu tərəfli idi. Hər an hər şey baş verə bilər. Adamlar gedir Galatasaray 5-1 udur, sonra gedir Atletico Madridə Liverpoola 5-1 uduzub gəlirlər. Nə bilim, Atalantaya uduzurlar. Bir də Napoli səfərində heç oynayıblar. Qarabağda heç çox yaxın idi, təəssüf ki alınmadı. Sonra Barcelona ilə oynayırlar və Barcelona çətinliklə Frankfurtu məğlub eləyir. Gəlin biraz eyforiyaya qapılmayaq da uşaqlar. Liverpool deyirik də ağzımızda. İstəyirsiniz bir dənə mən Çempionlar Liqasının
turnir cədvəlini açım. Burada daha aydın biz görə bilərik də. Deməli Liverpool hal-hazırda 9-cu pillədədir və 12 xalı var, bəli. Yəni Liverpoolun özü belə ilk 8-liyi təmin etməyib. Yəni Liverpool üçün Qarabağ oyunu, onlar üçün bu dəqiqədə düşünürlər ki, göydən düşmədi Qarabağ oyunu. Nəyə görə? Çünki Liverpoolun hal-hazırda qol fərqinə baxsaq, Liverpool 11 qol vurub, 8 qol buraxıb, 3 qol fərqi var. Və bunu onlar mütləq yaxşılaşdırmalıdır. Çünki əgər xallar eyni olarsa, bu mütləq nəzərə alınacaq. Ona görə də Liverpool Qarabağla oyuna, yəni belə deyim də, bunu istəməyəkdən deyirəm. Çünki istəməzdim belə bir ssenari yaşansın. Liverpool Qarabağ oyununa bu dəqiqə şey kimi baxır. Maksimum dərəcədə qol vursunlar, darmadağın eləsinlər, həm 3 xal qazansınlar, həm də qol fərqlərini yaxşılaşdırsınlar. Yəni bu çox təəssüf ki, belədir. Amma bu o demək deyil ki, yəni mən onu demirəm ki, Qarabağ bunu başına bu gələcəkdə Liverpool səfərində böyük hesabla məğlubiyyət. Yox, hər şey ola bilər. Amma ki, sırf Liverpoolun düşüncəsi bu yöndədir. Yəni buna tam əmin ola bilərsiniz. Baxın, Frankfurt utsaq xalımız 10 olur. Burada da biraz gərgin oyunlar var və Frankfurt utsaq böyük ehtimal ki, hələ biz 21-ə, 20-yə bu pillələrə də gələ biləcəyik. Çünki tutaq ki, Frankfurtu utduq və bizim də oldu 10 xalımız və burada da oldu, tutaq ki, nə bilim, 2-3 komandanın 10 xalı oldu. 23, 24, 25-ci pillədəki komandaların 10 xalı oldu. Və burada avtomatik olaraq qol fərqinə baxılacaq. Hal-hazırda Qarabağın qol fərqi -3-dür. Yəni 10 qol vurub 13 top buraxıb -3-dür. Və bu Liverpool oyunundan çox şey asılıdır. Çünki Frankfurt oyununda inanmıram ki, orada bir yəni qələbə qazansaq, bizim orada ən azı bir topla qələbə qazansaq, qol fərqimiz orada avtomatik düşəcək -2-yə. Düzdür. Liverpool oyundan artıq çox şey asılıdır. Biz Liverpool oyundan siz demiş Allah eləməsin 5 top falan buraxsaq, qalxacaq -8-ə. Bu o deməkdir ki, burada gördüyümüz komandalardan kiminsə 10 xalı olsa və onların qol fərqi -2 olsa, -6 olsa, -5 olsa, avtomatik növbəti mərhələyə onlar keçir, Qarabağ qalır. Ona görə də, yəni Liverpool maçı da əslində bizim üçün çox vacibdir. Frankfurt utduq, bitdi demək deyil. Liverpool oyununda da maksimum, əgər Frankfurtu utsaq, Liverpool oyununda da maksimum az top buraxmaq lazımdır. Buna çalışmaq lazımdır. Bəli, Montiel Qarabağda çox yaxşı oynayır hal-hazırda. Yoldaşlıq oyununda da özünü göstərdi. Göstərdi ki, yaxşı formadadır Montiel. Hətta Messi sayağı çox gözəl bir qol vurdu. Kadi Montiel əvəzləməsi bildiyim qədərilə yenə Kadi olmayacaq. Əsas heyətdə Montiel olacaq. Səfər müəssisəsi UEFA-nın verdiyi icazəyə əsasən yenidən Kadi Montiel əvəzləməsi ola bilər heyətdə play-offa kimi indiliqa mərhələsində. Amma inanmıram ki, belə bir dəyişiklik olsun. Çünki Kadi zədələn yeni qayıdıb və onun hansı səviyyədə olduğu, hansı formada olduğu hələ bilinmir və bu bir riskidir. Amma halbuki Montiel hal-hazırda çox yaxşı səviyyədədir və yüksəlişdədir. Ona görə də məncə istifadə etmək lazımdır. Hətta oyunun əvvəllərindən əgər fiziki imkanı buna çatırsa, oyun əvvəllərindən Montielə məncə şans vermək lazımdır. Canlıya qoşulduğunuz üçün hər kəsə təşəkkür edirəm. Növbəti canlılarda inşallah görüşərik. Özünüzə yaxşı baxın. İnşallah ki, hələlik görüşərik.